Salam, hər vaxtınız xeyir. Bugün sizlərlə danışıq dərsinə qoşulan şagirdlərimin ingiliscə danışarkən tez-tez elədiyi səhvlərdən birinə toxunmaq istəyirəm. Hazırsınızsa başlayaq. İngilis dilində sual sözləri cümlənin əvvəlində gəldikdə, cümləmiz sual cümləsi strukturunda davam eləyir. Yəni, əgər cümlədə to be-nin formalarından biri istifadə olunubsa, o mübtədədən qabağa keçir. Yox, əgər cümləmiz inki zamandadırsa, do, does, keçmiş zamandadırsa, did mübtədədən əvvələ keçir. İndi isə nümunələrə baxaq. Onun neçə yaşı var cümləsini ingilislər belə deyir. How old is she? Yəqin ki, bunu hamınız bilirsiniz. Burada how old bizim sual sözümüzdür və əvvəldə gəlib. Ona görə də cümləmiz sual cümləsi strukturunda davam eləyib. Yəni, to be-nin inki zaman forması olan is mübtədədən, she-dən qabağa keçib. Amma əgər mən onun neçə yaşında olduğunu bilmirəm deyirəmsə, bu zaman I don't know how old is she demək tamamilə səhvdir. Baxın, burada sual sözümüz olan how old ortada gəlib deyə cümləmiz nəqli cümlə strukturunda olmalıdır. Yəni, sual sözündən sonra mübtədə və mübtədədən sonra da xəbər. Burada cümləmiz belə olacaq. I don't know how old she is. Keçək növbəti cümlələrimizə. Saat neçədir ingiliscə belə deyilir. What time is it? Amma əgər desəm ki, mənə saatın neçə olduğunu deyə bilərsən, onda biz burada yenə də nəqli cümlə strukturunu istifadə eləməliyik. Can you tell me what time is it? Bu səhvdir. Doğru versiyası can you tell me what time it is? Yəni is it-dən qabağa keçməməlidir. Where does she live? O harda yaşayır deməkdir. Amma desəm ki, onun harda yaşadığını mənə de, baxın, burada sual sözümüz olan where ortada gəlib deyə tell me where does she live səhvdir. Bu cümlənin doğru versiyası belədir. Tell me where she lives.